Ahəngər deyiləm, Naşı Bəzirgan. Dədə Ələsgərin bu təcrisi çox maraqlıdır. Hər zamanki kimi. Ahəng fars dilində dəmir deməkdir. Ahəngər isə dəmirçi. Əslində ahəngkardır fars dilində. Kar işdir, dəmirlə işləyən. Bizim dilimizdə ahəngər olaraq transfer olub. Bu cür dilimizə keçməyən, bizim dilimizdə aktiv olmayan farsça, ərəbcə, xüsusən farsça sözləri Dədə Ələsgər hardan bilib, necə bilib, bunun özü də bir paradoksuz bir fenomendir. Təbii ki, bu aşıq ədəbiyyatının ənənəsindən gəlir. Ancaq bu sözləri şeirdə işlətmək gerçəkdən şairdən cürət istəyir. Ahəngər deyiləm, Naşı Bəzirgan. Bəzirgan da tacirdir. Bunun da farsçası bozorgandır. Yəni, böyük olanlar, bozorg böyük deməkdir. Bəzirgan ticarət edən. O Koroğlu dastanında yadınızdadır. Koroğlu'nun deyir bir Bəzirgan dostu var, Xoca Əziz, tacir. Bax, həmən Bəzirgan. Deyir, mən dəmirçi deyiləm, Naşı Bəzirgan. Qədir bilməz, tacir. Elə zənn edirsən, mən dəmirçiyəm. Gözüm dürdanədə, gəməndədir. Mən deyir, dəmir döymürəm, mən dürdanə axtarıram. Daha incədir mənim mətləblərim. Mən incə məsələləri gözüm axtarır, dürdanəni axtarır. Dürdanənin, əqiqin, ləlin, cəvahiratın tarixən ədəbiyyatda məkanı olaraq, məskəni olaraq Yəmən elini deyərlər, Yəməni. Burada Yəmən sözü böyük hərflə yazılmalı, çünki ölkə adıdır. Gözüm dürdanədə, Yəməndədir. Sinəmdədir eşqin şirin çeşməsi. Ləzzəti meyl edib, əməndədir. O çeşməni su kimi içən bilər onun ləzzətini. O çeşmə ki, aşığın, ozanın sinəsində, yəni qəlbində yatır o çeşmə. Uşaq nə vaxt ana südü istəyir? Ac olanda. Dədə Ələsgər deyir ki, elmə, eşqə, irfana ac olanlar bu sinəmdəki çeşmədən içsinlər. Əgər acdırlarsa bunu. Sinəmdədir eşqin şirin çeşməsi. Bir sazım var, yox pərdəsi nəsimi. Axı, sazın pərdəsi olar, simi olar, bunsuz bir saz olmaz ki. Sonra deyir ki, onu çalıb kim tərpədər nəsimi. Əslində, bəzi yerlərdə, demək olar çox yerlərdə nə simi sözü ayrı yazılır. Yanlışdır. Əvvəla Dədə Ələsgər cinasda təkrar etməzdi. Zaten birincidə deyir ki, yox sazımın nə pərdəsi, nə simi. Onu çalıb kim tərpədər nəyi? Nəsimi. Nəsim nədir? Nəsim xəfif bahar küləyi. Xoş qoxulu külək. Nəsim. Baxız, nəsim yox, nəsim. Nəsim birinci misradaydı. Ələsgər, belə deyiləm, təkrar cinasa yol verəcək qədər aciz şair deyildi. Yox sazımın nə pərdəsi, nəsimi, onu çalıb kim tərpədər nəsimi? Hansı sazdır o? Pərdəsi simi olmayan sazdır. Kim çala bilər onu? Aşıq çalar. Sazın adı nədir? Eşqin sazı. Axı, dedi eşqin şirin çeşməsi. O elə bir sazdır ki, onun simi pərdəsi yoxdur. Kim çalıb o nəsimi tərpədər, o küləyə əstirər, eşqin küləyini. Firdovsi, Füzuli, Hafiz, Nəsimi, onlar da yazdığı ayə məndədir. Axı, bir el aşığı, bir ozan, şifahi xalq ədəbiyyatının nümayəndəsi, Hafizi, Füzulini, Firdovsini, Nəsimini adını niyə gətirir şeylər? Və bu qədər böyük bir iddiada bulunur ki, onların da yazdığı məndədir.
Axı Hafizi, Firdovsini, Füzulini, Nəsibini oxuyan, bilən bilir ki, onlar nə deyib. Ələsgərin belə bir iddiada bulunmağı müthiş bir məsələdir. Mən bunları çox yazmışam, çox demişəm, kitablarımda, yazılarımda artıq bunu indi sizlərə, siz tələbələrə verin. Var olun müəllim. Canlı olaraq ilk ağızdan eşidirsiniz bunu, orijinaldan duyursunuz. Kişi gərək zəhmət çəksin, Dərs alsın. dərs salsın. Dərs almaq nədir? Dər fars dilində qapı deməkdir. Evin qapısı olur. Qapısız mülk, mal, malikanə olmaz. İnsan deyə gələk zəhmət çəkər, dərs ala, qapı sala, bir şeyə qapı açar, bir elmin qapısını açar. Mənim düşüncəmə görə buradakı dərs almaq, yəni qapı düzəltmək, qapı açmaq, Peyğəmbərimizin hədisi şərifinə işarədir. Həzrət Əli haqqında buyurub ki, Allahın Rəsulu ki, Ənə Mədinətül elm əliyyən babuha, elmin şəhəri mənəm, bu şəhərin qapısı Əlidir. Fəqət bəzi ustadlar, dostlar, aşıqlar belə ifadə edirlər ki, burada dərs almaq yox, tərs almaqdır, tər tökmək. Ola bilər, amma biraz mənim üçün bəsit, dayaz məna olduğuna görə Dədə Ələsgər özü də onu elə desə, mən bunu belə yozacağım, belə görmək istəyirəm. Süfrə açsın, ad qazansın, dər salsın. Burada mümkündür ki, yenə qapıdan söhbət gedir. Amma burada dərs almaq məncə yerə dər burada süfrə, barigah, burada el arasında dəmdəsgah deyilir, o anlama gəlir, çıxır. Amma burada söhbət kişidən, nə bilim, o süfrəsi açıq adamlardan getmir, burada mətləb başqadır. Çünki sonunda deyir ki, dərsi azlar Ələsgərdən dərs alsın. 6600 ayə məndədir, Qur'an ayələri. 6232 ayəni nəzərdə tutur. Dərsi azları. Yəni, burada toplayaraq bunu demək istəyirəm, toparlayaraq bunu deyirəm ki, bir dənə balaca tədrisdə təxminən 1000 illik türk təsavvuf ədəbiyyatının bilgisi yatır. Dədə Ələsgər bir nəticə olaraq əslində haqq aşığı dediyiniz Allah aşığı, o sufi dərviş hansı elmlərə sahibdir? Kitab oxumadan, hərif tanımadan o elmləri necə qazanır? Onun sirrini burada açıb. Daha doğrusu sirri açmayıb, sirrin ünvanını göstərib. Budur sir. Zəhmət çəkin, onun kimi dərs alın, ondan dərs alın, bu sirri çözün deyir. Ələsgər əlifba bilsəydi nə olacaqdı? Arif adam idi, gedib hansı bir kənd mollasının yanında otursaydı, 15 günə, bir həftəyə, bir ay əlifbanı öyrənəcəkdi. Amma məsələ burasındadır ki, Ələsgərin yazdıqları heç bir kitabda yoxdur ki, Ələsgər əlifbanı bildikdən sonra gedib onları oxusun. Oxumağı bilsəydi nə olacaqdı ki? O kitablarda yoxdur. Onun yazdıqları könül kitabıdır, eşqin kitabıdır, ilahinin kitabıdır. Onlar mənzum ayətlərdir, Allahın nəzmə çəkilmiş ayələridir. Bu mədəd. Çox sağ olun, ustad.